Bəzən olur meşdə giririk, orada oxunan Qurandan təsirlənmirik. Gözlərimizdən yaş çıxmır. Bunun üçün də Ramazandan qabaq imanımızı təzələməliyik, tövbə etməliyik ki, qəlblərimiz yumşalsın. Nə üçün tövbə etməliyik? Çünki görürük ki, artıq ölüm yaxınlaşır. İnsanlara ölüm anidən gəlir. Bunu insanlarda müşahidə edirik. Bəlalar, fitnələr çoxalır. Bunun üçün də insan daim tövbə etməlidir. Bu ölüm möcüzəsi də, ölüm xatırlatması da insan üçün böyük xatırlatma olmalıdır. Çünki insan ölümü xatırlayan vaxtı tövbəyə tələsməlidir. Bu ölümlərin çoxalması da insanın uzun arzularına son qoyub tövbəyə yönləndirməlidir. Nə üçün Ramazandan qabaq tövbə etməliyik? Çünki artıq fitnələr çoxalıb. Hər bir yerdən fitnələr gəlir. Daşqınlar, zəlzələlər, bir yandan qadın və insanların fitnələri. Bunun üçün də bizə vacib olur ki, tövbə eləyək, Ramazana təmiz qəlblə, təmiz səhifələrlə girək. Ramazana da kim təmiz qəlblə, təmiz səhifə ilə daxil olarsa, o inşallah ki, Ramazanı da elə təmiz qəlblə başlayıb davam edər və Ramazandan faydalı istifadə edə bilər.